Qısa reklam aramız və yeni qoşulanlar varsa vaxtınız xeyir olsun. Efirimiz davam edir və bizim bir süjetimiz var. Deməli, hüquq kursları ilə bağlı Hüquq Bürosu MMC-nin direktoru Arzu Aliyeva bizə bir müsahibə verib əməkdaşlarımıza. Həmin süjeti izləyirik, ardından qaldığımız yerdən bərabərik. Hüquq kursları bizə uzun müddətdir ki, fəaliyyət göstərir. Hüquq kurslarımız iki qrupa bölünür. Hüquqşünaslar üçün olan kurslar və qeyri-hüquqşünaslar üçün olan kurslar. Hazırda bizim hüquqşünaslarla olan kurslarımız davam edir və bu kurslar barədə istəyirəm məlumat verim hüquqşünaslarımıza. Bu hüquq kurslarının təşkilində məqsəd hüquqşünaslarımızın təkmilləşdirilməsi, hüquq sahəsində biliklərinin təkmilləşdirilməsi, eləcə də hüquq sahəsində ixtisaslaşma yaratmaq üçündür. Təkmilləşdirmə odur ki, yəni bildiyimiz kimi hər bir hüquqşünas təhsil aldığı ali məktəbdə hüquqi biliklərə malik olur. Amma onların deməli praktikası o qədər təkmil olmur. Ona görə onlar bu kursa gəlməklə həm nəzəri biliklərini yeniləyirlər, həm də ki praktik cəhətdən real məhkəmə təcrübələri əsasında maddələri kazuslara tətbiq edərək real məhkəmə təcrübəsi əsasında biliklərini genişləndirirlər. Hüquq sahəsində uğur qazanmaq üçün, yəni uğurlu hüquqşünas olmaq üçün birinci dərin hüquqi biliklərə malik olmaq lazımdır və eyni zamanda təcrübəyə malik olmaq lazımdır. Əgər nəzəriyyə və təcrübə birləşirsə, onda həmin hüquqşünas ən güclü hüquqşünasdır. Hüquq kursunu bitirəndən sonra, yəni əvvəldə qeyd etdiyim kimi, onlar hüquqşünaslar bu kurslarda təkmil hüquqşünas olaraq yetişirlər. Onlar təhsil aldıqları müəssisələrdə demək olar ki, məcəllələrin hamısı barədə məlumat əldə edirlər. Amma onun dərinliklərinə bu kursa yiyələnirlər. Məsələn, mülki məcəllə, mülki prosessual cinayət, cinayət prosessual məcəlləri və digər məcəllələr burada daha dərindən öyrədilir və real məhkəmə təcrübələri əsasında və hətta onların kurs iştirakçılarının məhkəmə proseslərində, real məhkəmə proseslərində iştirakı da təmin olunur və burada bu kursu bitirəndə onlar artıq mübahisəni sərbəst, bacarıqlı, təkmil bir hüquqşünas kimi həll edə bilirlər. Bütün kazusları, burada yalnız məhkəmə proseslərindən söhbət getmir. Eyni zamanda ola bilər ki, hüquqşünas hər hansı bir müəssisədə hüquqşünas kimi çalışır. O öz sahəsi, sığorta sahəsi ola bilər, bank sahəsi ola bilər və yaxud da ki, müəssisədə, hər hansı bir müəssisədə hüquqşünas kimi fəaliyyət göstərə bilərlər. Bunlar hər kəs öz sahəsini artıq bu kursda öyrənib təkmil şəkildə gedir. Çünki mülki məcəllə həm sığortanı, həm öhdəliyi və digər həm vərəsəliyi, digər hüquqi məsələləri əhatə edir ki, buranı bitirən, yəni bu kursu bitirən hər bir hüquqşünas bunların hamısına yiyələnmiş olur və həm məhkəmədə, həm də özlərinin işlədiyi sahələrdə təkmil ola bilirlər və sırf mütəxəssis kimi yetişmiş olurlar. Əvvəla hüquqşünas, yaxşı hüquqşünas olmaq üçün, mütəxəssis olmaq üçün hüquq sahəsini sevmək lazımdır. Yəni bu peşəni sevmək lazımdır. Bu ixtisası sevmək lazımdır. Əgər sevgi, məhəbbət varsa, yəni bu hüquqa, bu elmə məhəbbət varsa, onda irəliləmək də mümkündür. Çünki çox çətindir. Əgər bu peşəyə sevgi olmasa, irəliləmək də mümkün deyil. O çətinliyin də öhdəsindən gəlmək mümkün olmur. Ona görə əgər şəxs öz peşəsini sevirsə və o maddələri, o elmi nə qədər də çətin olsa dərinliklərinə gedəcək və o asanlaşacaq. Yəni asan da olur. Yəni kənardan baxanda çətindir. Amma dərinliklərinə gedəndə, araşdıranda görürsünüz ki, yəni necə hər kəs, hər peşə özündə deyir ki, yox, burada belə bir çətin məsələ yoxdur. Eyni zamanda hüquqda da elə bir çətin məsələ yoxdur. Təki yetər ki, dərindən oxuyasınız, öyrənəsiniz və təkmil olasınız. Bunu mən hüquqşünaslara münasibətdə də izah edim, qeyri-hüquqşünaslara münasibətdə də. Yəni hüquqşünaslar bu kursu bitirəndən sonra tək bu kursu bitirməklə onlar məhkəmələrdə iştirak edə bilməzlər, kimlərsə hüquqlarını müdafiə edə bilməzlər. Onlar yalnız yaxın qohumlarının hüquqlarını müdafiə edə bilərlər, hüquqşünaslar və qeyri-hüquqşünaslar. Amma yalnız hüquqşünas məhkəmədə iştirak etmək üçün o vəkillər kollegiyasının üzvü olmalıdır. Azərbaycan Respublikası Vəkillər Kollegiyasına üzvü olmalıdır, yəni imtahan verməlidir. Sonra üz qəbul olunmalıdır. Ondan sonra onlar hər kəsin hüquqlarını məhkəmədə müdafiə edə bilərlər. Amma belə yalnız hüquqşünas olaraq öz hüquqlarını və yaxın qohumlarının hüquqlarını müdafiə edə bilərlər məhkəmədə. Mənə elə gəlir ki, hər ikisi önəmlidir. Yəni biri birinə o qədər sıx bağlıdır ki, biri olmadan o birisi inkişaf edə bilməz, eyni ilə əksinə. Yəni nəzəri biliklərə insan malik ola bilər, amma praktikanı bilmədən irəliləyə bilməz. Bu gün elə bizim problemlərimiz əsas ondadır. Ali məktəbi bitirib gələnlər
düzdür, nəzəri cəhətdən müəyyən savadlara malik olurlar, amma praktik cəhətdən onlarda yetərincə bacarıq əldə edə bilmirlər. Ona görə bura gəlirlər və burada onlar həm nəzəri biliklərini dərinləşdirirlər, eyni zamanda məhkəmələrdə iştirak edərək praktikalarını da genişləndirirlər. Hüquq kursuna qoşulmaq üçün yaş həddi yoxdur. Hüquq kurslarında yenə əvvəldə qeyd etdiyim ki, hüquqşünaslar üçün olan kurslar var və qeyri-hüquqşünaslar üçün. Hüquqşünaslar üçün olan kurslara hüququ bitirənlər, hətta hüquq tələbələri belə qoşula bilərlər. Bəzən olur bizdə artıq 4-cü kursdan ya 3-4-cü kursdan tələbələrimiz iştirak edir. Onlar məktəbi, yəni ali məktəbi başa vuranda artıq peşəkar hüquqşünas kimi yetişmiş olurlar. Hətta vəkillər burada, təzə vəkilliyə başlayanlar və yaxud da ki, vəkillik imtahanına hazırlaşanlar da bizim kurslardan yararlana bilirlər. Bu kursu bitirənlər artıq imtahanlarda məcəllələr üzrə düşəcək suallara hazır olurlar artıq bu kursu bitirməklə. Amma qeyri-hüquqşünaslarda, yəni burada da yaş həddi yoxdur. Qeyri-hüquqşünaslarda isə yaş həddi, yəni başlanğıc həddi var. 18 yaşı tamam olan hər kəs bizim hüquq kurslarında iştirak edə bilər. Amma nə vəzifə seçimi, peşə seçimi, nə də yaş məhdudiyyəti, yuxarı yaş məhdudiyyəti bizdə yoxdur. Qeyri-hüquqşünaslar kursuna istənilən hər kəs gəlib öz hüquqi savadlarını varsa genişləndirə bilərlər, yoxsa hüquqi savad qazana bilərlər. Və belə onların da qazancı nədir? Ən əsas odur ki, elmi cəhətdən qazancı. Birinci, öz hüquqlarını bilirlər, özlərini sərbəst müdafiə edə bilirlər. Digər tərəfdən onlar əgər məhkəmələrdə özlərini və yaxınlarının qohumlarını vəkil kimi müdafiə edə bilərlər. Vəkil kimi. Hətta bizim o kurslarımızın özünün xüsusi adı var. Həmin kursların adı belədir, öz vəkilin ol. Yəni adından da məlum olduğu kimi onlar burada bu kurslarda elə peşəkarcasına yetişirlər ki, elə savadlar əldə edirlər ki, özlərinin vəkili olurlar və vəkil kimi özlərini müdafiə edə bilirlər. 3 aya yaxındır gəlirəm, yanvardan etibarən və universitetdə öyrəndiyim nəzəri biliklərin praktikada necə tətbiq olunduğunu öyrənmək üçün qoşulmuşdum və burada izahlar o qədər aydın və praktikdir ki, öyrənmək daha da ilham verir. Daha çox analitik düşüncəm artdı bura qoşulandan sonra. Problemlərə daha dərindən baxmaq və maddələri daha aydın izah eləməyi öyrəndim.